Deyir insanın əvvəli gəlincə axırı gəlir. Atalar sözü deyir. Bir də ataların bir sözü var ey qızım. Deyir dünya dediyin hədərdir. Ömür gəldi gedərdi. Ürək balaca dərd böyük, hara yazın bu dərdi. Mənim dərdim çoxdur. Həqiqi çoxdur. Heç kim bu dünyadakı ömür payını qabaqcadan bilə bilməz. Ən az ona görə ki, o adi bəndədir. Bəzən də elə olur ki, gürültülü və xoşbəxt insan ömrünün əvvəli, sonda kədərli olur. Yəqin ona görə deyiblər ki, əvvəlin gəlincə axırın gəlsin. Fikir vermisinizsə, bu dünyada çoxdan yaşayan ağacın dəyəri bəzən qoca dünyada, qocalıq dövrünü yaşayan insandan daha qiymətli olur. Ağac qocaldıqca ən azı onun kölgəsi yayın cır-hacırında gərəkli olur. İnsan isə təəssüf getdiklərinə, həyat yolunun zənginliyinə, millətə və dövlətə verdiyi töhfələrə baxmayaraq, qocaldıqca unudulmaq adlı məhfumla üzləşir. Mənim qəhrəmanım ömrünün 40 ilini xalqına, dövlətinə bəxş etmiş bir xanım, dillər əzbəri əfsanəvi Şamimə Həsənovadır. O talihinin ona verdiyi xoşbəxt, lakin bu xoşbəxtliyə ağır bir yolun sonunda rastlaşan qəhrəmandır. O indi çox küskündür. Çünki o elə bilirdi ki, dünyanın və insanın vəfası yetər ki, o yaddan çıxmasın. Görürsüz, yenə vəfa, yenə davam vəfasız vəfayadır. Mən başım çox balalar çəkib, həddindən artıq. Çox həddindən artıq balalar çəkib. Mən sifdə öz ailəmlə ailə qurmuşuq. Biz indi dedim də 48-ci ilin may ayının 28-cində. Çox kasıb olmuşuq, həddindən artıq kasıb. Şükür yenə o bir Allaha bizə urzu qismət elədi, yaxşı olduq. Ailəmiz pis dolanmadı, yaxşı dolandı. Mən qalxoz sədri oldum, yoldaşım oxudu, qutardı, gəldi, ETS-in direktoru oldu. Ondan sonra nə bilim su idarəsində işlədi, axır ki işlədi. Həmişə vəziyyətimiz yaxşı oldu. Allah Teala da bizə 4 evlat verdi, şükür böyüklüyünə. Evlatlarımızı da yaxşı böyütdük, özümüzün ürəyimizdən keçən kimi şən, firavan, yaxşı ali məktəb qutartdıq hamısına, ailə qurduduq. Hamısı gözəl ailə qurdular, yaxşı, gözəl günlər keçirdilər. Axırda gəldi mənim, gəlinim rəhmətə getdi, cavan gəlinim. Hə, gəlinim rəhmətə getdi, o mənə böyük kədər oldu, onun 3 dənə evladı qaldı. 3 nəfər, oğlandı 3-ü də. Onlar qaldı, onları mən saxladım, böyütdüm. Onları da ali təhsil verdim hamısını. İkisi hüquqşünasdır, hələ heç yerdə işləmirlər, elə işləyirlər, elə belə işlə işləyirlər, öz vəzifələrində işləmirlər. Bir də oxuyur hələ institutda. İndi sonra gəldi qızım, o Tərlan, böyük qızım. Onun qaynı rəhmətə getdi, ondan sonra onu yandı o. Yandı, bədəni 85% yandı. Qazdan, o da aldı, qazdan. Qaz partladı, bu balon qazı, evin kəlləsində partladı, kət yeri idi, yayıldı, cəmaat, 20 nəfər adam yandı. 16 nəfər öldü. Bir də mənim qızım elə ağır xəstələndi. Çox əziyyət çəkdim, həddindən artıq. Ondan sonra, indi şükür Allaha, şükür yenə o bir Allaha, Allaha şükür yaxşıdır. Vəziyyəti yaxşıdır, sağlam qutardı, yoldaşım da infarkt oldu. Sonra yoldaşım da çox onun əziyyətini çəkdi, nəysə öz evladıdan. Gecə günüz yazıq özdə maşınla gedirdik Bakıya, Bakıdan gəlirdik bura. Bu qızım da qaldı onun yanında. Bu qızım da elə olmuşdu ki, bax deyərdim, bəs heç həmən qız deyil, elə olmuşdu çöp kimi, bax belə tanımaq olmurdu ki, bu taliyədir. Əyninə paltar olmurdu, gəyə bilmirdi, əyninə paltar ayrı paltar tikdidik. Bax, o vəziyyətlər gəldi başıma. Amma yoxsulluq eybi yoxdur. Nə olar, Allah adama ucu da verər. Yoxsul da olar adam, tək can sağ olsun dünyada, bircə can sağ olsun. Sonra da gəldi 96-cı ilin dekabrin 27-sində yoldaşımı itirdim. O mənə böyük dərd oldu, həddindən artıq. Heç onu kədərsiz danışa bilmirəm, sən Allah heç o hissəsini çəkməyinə. O getdi dünyadan. Elə bildim ki, bütün canım getdi, bax elə bildim ki, nə bilim, həyatım getdi, bax, elə bil həyatım getdi, tamiz. Nəysə, o getdi.
Ondan bəri də pis dolanmıram. Niyə? Şükür Allaha. Yaxşıdır. Balalarım başıma and içir, yaxşı saxlayır. O deyir, mama bizdə qal, bu deyir, mama bizdə qal. O deyir, mama 2 ay yarım getdim, o qızım Tərləngildə qaldım, 2 ay yarım. Qış aylarında dedim, mama sən at verəm, Allaha gəl qal bizdə. Getdim, qaldım orada. Bakıda qaldınız. Ya, Bakıda qaldım. Bakıda qala bilmirəm. Acan, hə. Sonra gəldim, yoldaşımı ziyarət elədim, gəldim bura. Gəldim bura, dedim, ta indi bu qızım da deyir ki, mama sən Allah, mən sənsiz yaşaya bilmirəm. Buna örgənmişəm, çünki bunlardan çox qalmışam bu evdə. Gör neçə ildir, gör neçə, 93-dən gəlib bunun yanında qalıram da. Ya, ona görə bu qızım da dedi ki, mama sən Allah orada qalma, gəl mənim yanımda qal. Ona da Tərlan bir şey eləyir ki, mama niyə mənim yanımda qalmırsan, onun yanında qalırsan. Oğlum deyir, mama niyə mənim yanımda qalmırsan, deyirəm, əbələ sən elə öz aylağında olan elə bəsdir. Şahanə xanım, unudulmaqdan narazı deyilsizmi? Bu qədər illər ərzində böyük bir məmləkətə xeyir verən, zəhmət verən, əlinin qabarları sayəsində şöhrətə qalxan bir insan bugün qapınızı kimlər döyür və döyürlərmi qapınızı? Mən o barədə sizə demək istəyirəm ki, insan deyir həyatından, nə bilim, narazı olar da, olmaz da, məni kədərləndirmir, ancaq məni bir şey kədərləndirir ki, mən belə desə özümü tərifləmirəm, çox əziyyətlər çəkmişəm. Bax, qıçalarım yarıyacan suyun içində olur, qışda qarın içində, saat 2-də traktorların yanında olmuşam. Günüz olanda, gün axşamacın o al günün altında kombaynların, ondan sonra pamuk yığanların yanında olmuşam. Nə qədər dövlətə xeyir vermişəm, nə qədər ət vermişəm, üzüm vermişəm, pamuk vermişəm. Ondan sonra nə tərdim, yağ vermişəm, hər şeyi. Gündə 1500 ton elə təkcə süd göndərirdim dövlətə. Amma indi baxıram ki, doğrudan da hamısı havayıymış. Niyə? Niyə havayıymış? Ona görə ki, mən heç kəsdən umuram ha, mən öz rəhbərlərimizdən umuram. Məni ancaq axtaran, tapan bizim öz icrabatçımız olub. Nəbi Muxtarov, adamın üstü Allahı var. Füzulinin. Füzuli rayonunun icrabatçısı. O mənə çox kömək edib, sağ olsun. Çox kömək edib. Mənim 3 evimin içində tir-tir-tir, qəşəng, yaxşı. Ondan Əli Həsənov kömək elədi, sağ olsun. Mən bir söz demirəm. Amma həqiqi mənada ayrı adamlardan mən bir kömək görmədim. Nə mənə qarşıda, nə bax, Şalma, nə tərsən, vəziyyətin. Bax, gözüm operasiya olundu, mənim gözümə sinamitikası töküldü pambıq vaxtında. Getdim, gəldim, gözüm operasiya olundu. Sağ olsun, Qabil adlı həkimdir, Respublikanskıda işləyir. Allah ömrünü uzun eləsin, sizlə baravar bala. Yaxşı həkimdir, doğrudan da həkimdir, yəqin. Mənim gözüm operasiya elədi, belə desəm, biraz pis çıxar, amma elə həqiqi mənada belə təmənnasız mənim gözüm operasiya elədi. Çox yaxşı. Yaxşı insanlar çoxdur dünyada. O bir vaxtlar ulduz idi, əmək ulduzu, şöhrət ulduzu. Qılıncının hər iki tərəfinin kəsən vaxtları var idi. Bu dünyada hər şeyə hazır idi, bircə etdiklərinin müqabilində unudulmaqdan savayı. Əslində heç ona çox şey də lazım deyil. Olsa tarla qəhrəmanı özünə diqqət istəyir. Deyir ki, 40 il zəhmət çəkəsən, axırda da həm yaddan çıxasan, həm də bu boyda işləmənin maddi sonucu 18 şirvanlıq dəyər olsun. Əlbəttə, indi əslində çoxuna yaşamaq çətindir. Amma bu qadının qabar əlləri hesabına başa gələn ömür yolu belə qiymətlənməməli idi. Siz bayaq dediniz ki, əvvəlin gəlincə axırın gəlsin. Niyə onu dediniz? Əvvəlin gəlincə axırın gəlsin, o günlərə deyirdim. Mənim əvvəlim çox yaxşı olubdur. Bax, adım qəzetlərdən düşməyib, adım radiolardan düşməyib, adıma neçə mahnılar qoşulub, neçə dənə haqqında kitablar yazılıb. Hanı indi? Hanı? Axtaran yoxdur sizi. İndi hanı? Gəlib bircik qapımı döyüb demir ki, nətərsə, nətər olarsan, ay Şalma xanım, nətər vəziyyətin.
Bəlkə heç qabaqçı kimi deyilsən, bəlkə qabaqçı kimi dolanmırsan. Nətərdir? Bəlkə bir şeyə ehtiyacın var sənin. Axı yoldaşındır kimi sən, həyatında kör qalıb. Ondan sonra o cür evlərim yandı. Heç ona da yanmadım. Mən vallahi yanmadım. İnan ki yanmadım. Bizə yoldaşım istədiyimə yandı. Füzulidəki evlərin. Füzulidəki evlərim. Özdə mənim evlərim ev idi, belə villa idi. Əməlli başlı evlərdi. Gözəl evlərdi. Nəysə yandı, düşman yandıdı, ermənilər yandıdı. Ondan qalan şeylərimin də hamısını uğradılar, götürər, getdilər. Mən evimdən heç çıxarda bilmədim. Ona görə ki, qızım elə balınçad oldu. Gəlim də rəhmətə getdi. Mən heç bir şey, əlim qalxmadı evdən bir şey çıxardım. Bax, onun üçün deyirəm, əvvəlin gələcən, axırın gəlsin. Amma yenə də deyirdim, Allah, sana şükür yoldaşım sağdır. Elə o mənə bəsdir. Elə tək yoldaşım sağ olsun. O da gəldi, o da elə, o da getdi. Özüm yanında olmadım, bilmədim nə təhər oldu. Gecə ilə xəbər verdilər ki, yoldaşın rəhmətə gedib, getdim gördüm. Hardan buz kimidir bədən. Çox getdi. İndi həyatdır da ya qızım. Necə dolanırsınız? İndi necəsiz? Onsuz necə yaşayırsınız? Onsuz mənim həyatım heç nə. Elə səndən, onsuz mənim demişəm, nə ürəkdən ürəyin gülməz, ürəkdən gülmərəm. Demişəm köçəri, sənsiz ürəkdən barışmaram, gülmərəm. Bax, nə ürəyim hələ Allah bilir ki, ürəkdən gülməmişəm. O dünyadan gedənlər. Amma indi neyim, eləş nədir? Allah tala ha vaxt canımızı alacaq, onda da gedəcəm mənə dünyada. İndi hələ ki, yaxşıyam. Babat dolanıram, qızlar qoymur çoruq çəkəm, amma sən Allah çoruq çəkməm, amma sən Allah. Təqaüd alırsınız siz? Hökumətdən alırsınız? Alıram, amma elə səndən almıram. Bax, mən o vaxtda məktub da yazdım, göndərdim. Qoy elə sizə deyim onu. Məktub yazdım Əliyevin adresinə, prezidentimizin adresinə ki, mənim aldığım təqaüd məni ödəmir, heç dərmanımın pulunu ödəmir. Mən naxoşam, indi naxoşam da. Həmid Avlenim var. Qalxır, bax, dünən ölürdüm. Valla dünən gəlsəz mənim dünyada çəkə bilməzdiniz. Ona görə ki, həddindən asıl Avlenim yuxarı idi. Bax, indi deyirəm, ürəyim ağrıyır. O qızım getdim orada müalicə elətdirdim, biraz ürəyimə dərman dava. Nə heç, hamısını özü elədi, qızım özü elədi. Deyirəm, bax, nə? Bax, elə ödəmir. Məktub yazdım, göndərdim ki, mənim təqaüdümü biraz artırın da. Nə qədər alırsınız? Nə alıram? 18 şirvan. 18 şirvan nədir ay qızım? Bir elə əziyyətin qabağında 18 şirvan nədir? Nədir bax o? 18 şirvan mən ayda pul alıram. Deməli, evlatlarınız olmasa sizə hətta yaşamaq çətin. Çox çətin yaşayaram. Bəs nədir evlatlarım Allah şükür qoymur. Heç mən onu hiss eləmirəm. Mən heç demirəm də ki, belədir. Yaxşı da yaşayıram Allah'a şükür. Evlatlarım da Allah sizinlə barabar bala sizi də saxlasın. Mənim də evlatlarım elə qoymurlar dünyadan mən heç bir şeyin yorduğunu çəkəm. Deyirlər nənəs, ana, mama, səni at verir Allah'a dünyada heç nəyin yorduğunu çəkməsən. Çünki mən həmişə görüb götürmüş qadın olmuşam. Həmişə. Ona görə də istəmirlər ürəyim sıxılar, ürəyim pis olar. Deyirlər birdən ürəyi zadı sıxılar anamızın. Qoymurlar. Analarının ürəyi sıxılırmı? Mənim özümü deyirəm də. Bilirəm, həmin o evlatdan anaları olan. Onlar da heliləyəndə mən də deyirəm, ay bala, siz əziyyət çəkməyin məndən ötəri bir-birə, niyə əziyyət çəksin? Qoy mən az əziyyət çəkməmişim, qoy hökumət məndən ötürür. Heç olmasa kömək eləsin də amma, nə olar böyünkü gündə? Görürəm ki, yox. Məktubunuza cavab gəldi. Heç inanın, bax, Allah haqqı, çiftansında saxlamışam. Ay tövbə, heç məktubuma da cavab vermədilər. Cavab verələr ki, bana heç olmazsa, narahat olmadı, hə? Aldıq məktubu. Aldıq məktubu, heç ona da cavab vermədilər. Özü demiş, əvvəlin gəlincə axırın gəlsin. Məncə, böyük həvəz və məhəbbətlə mənsub olduğun dövlətə xərclənən ömür yolcusunun özünün ağıl yaşında heyfsilənərək ötən illərdən danışması çox kədərlidir. Siz niyə 93-cü ildə işdən çıxdınız? Özü mən bildiyimə görə kənd cəmaatı axın gəlirmiş ki, bizim cəmaat axın gəldi, məni istəmirdi çıxardalar. İstəmirdilər mən çıxam da sədrlikdə. Mən də gördüm ki, xat cəbhəsi zad gəldi, onlar elə bizim rayonda vəziyyət pis oldu. 5
Heç 6 ay çəkmədi 3 nəfər icra başçı dəyişdilər. Dedim tay bu gündə birini dəyişirlər. Bundan işləmək olar. Bunu elə olsun ki, əməlli başlı adam olsun. Bir yandan da ermənilər oradan buradan dedim əşim belə işləməyin əhəmiyyəti yoxdur. Ona görə də mən həmişə belə deyirəm biraz bir çıxmasın. Mən həmişə kişilərlə işləmişəm. Kişi kimi qadın olmuşam. İstəmərəm ki, uşaqla, gədə-güdüylə işləyəm. İstəmişəm ki, həmişə yaxşı belə, ləyaqlı adamlarla işləyəm. Söz bilən, yer bilən, söz götürən, ondan sonra hər şeyin yerini bilən belə. Kənddən çox adam gəldi, getdi, çox dəstəklə. Bax, bu Gəncəyə gəldilər ki, gedək, sən işlə günə, sən at verir, Allah, bizi atma. Dedim, yox. Bax, indi də bax, kəndə getmirəm, tökürlər üstümə. Sən at verir, Allaha, gəl bir firm təsərrüfat yarat, bizi yığ başa. Dolandı bizi. İstəmirsiniz siz? İstəmirəm. Niyə? Nə bilim, nəysə istəmirəm, deyirəm, yox. Yox, deyirəm, siz özünüz gedin, özünüz qazanın, özünüz işləyin, özünüz yeyin. Niyə bu dünyadan küsmüsünüz? Can? Bu dünyadan küsmüsünüz? Elə dünyadan küsmüş kimi şeyəm, elə biləm dünyadan küsmüş, həyatdan küsmüşəm. Unudulmağınıza görə küsmüsünüz? Yaddan çıx. Tay indi unudulmağım heç, o getdi. Tay unuduldum da, inağarım. İndi Allah bana vaxt olar, xalq məni unutmasın, el məni unutmasın. Hamı mənim bilir, bax, xasiyyətimi də bilirlər. Hara zəng eləmişəm, hara nə demişəm, adamın üstü Allah var. Sözümə qaz eləyən olmuyor. Hər ki mənə demişəm, baş üstə bəli deyib. Xalq, genə xalq, genə cəmaat məni unutmayıb. Mən o barədə öz cəmaatımızdan, öz xalqımızdan, laf belə ayrı böyüklərimizdən də razıyam. O indi tənhadır. Övladları onu sevsə belə, ona sahib çıxsa belə. Həyat yoldaşı dünyasında dəyişən gündən yaman kövrək olub. İndi ona hər şey təsir edir. İndi o həm də unudulduğuna görə istirab çəkir. Zamanında sizlə çoxlu xarici səfərlərdə olan, həmin bu dediyiniz qurultaylarda iştirak edən, dediyiniz plenumlarda iştirak edən, sizin axı həm də Azərbaycanla olan həmkarlarınız olubdu. Fərqi yoxdur pambıqçılar, dəxli yoxdur, amma orada nümayəndə heyətinin tərkibində olan adamlar olub, sənət adamları olub, siyasətçilər olub, ictimai xadimlər olub. Heç onlardan, yəni sizin səfər yoldaşlarınız, məslək yoldaşlarınız sizi heç xatırlayırlarmı? Olur, Kim axtarır sizi? Bax, Vəsilə Zahidova var məndən, pambıqçı yoldaşımızdır. O da SSR Ali Sovetin deputatıdır. Ondan sonra Dünən sıra ailəyə 1-2 gün bundan qabaq Tərlan Musayeva var, hep kombayner. O gəlib məni axtarıb tapmayıbdır. Düzdür, o vəbşə Qızqayı Təsənovadır. Dana bunlar hamısı mənim öz yoldaşlarımdır. Amma elə belə dövlət, bu saat dövlətdə işləyən dövlət nümayəndələrindən, heylərindən axtaran olmuyor. Gərək onlardan axtarıb tapan olar ki, və onlar elə mənim halımı xəbər almaqdan özləri. Boran var, Boran. Familiyası yadıma çıxıb, o da Çoban Boran. O da zaddır, sosial səmək qəhrəmanı, o da Gəncədə yaşayır. Bir dəfə gəlmişdi, məni axtarıb tapmışdı. Nə tərsən, necəsinə dedim, yaşayam, sağ ol. Siz sadəcə sizin hava əhvalınızın tutulmasının arzusundasınız. Hacam? Yəni sadəcə sizin istəyiniz ondan ibarətdir ki, çox şey istəmirsiniz axı. Bu boyda zəhmətin qabağında siz çox şey istəmirsiniz. Siz sadəcə sayılmaq istəyirsiniz. Heç kimlə heç zat, Allah bilir ki, istəmirəm. Ancaq istəyirəm ki, prosto mənim halımı xəbər alsınlar ki, nə tərsən. Nə tər, nə xoşdad dəysən ki, vəziyyətin nə tərdir. Elə bax belə. Bax belə bircə kəlmə söz. Nə tərsən. Nə olar? Yaxşı olar. Deyirəm, bayaq deyirəm, mənim nəvələrim də deyir, nənə, bax bir belə əziyyət çəkmişsən. Biz niyə indi işsiz qalırıq? Niyə bizə kömək eləmir hökumət? Deyirəm, abala, neylə, canınız sağ olsun. Gedin hər az bir yerdə işləyin, dərəmim işdir. İş yoxdur, düzdür, özünüz bilirsiniz də, yoxdur, iş tapmaq çətindir. Amma elə yenə, indi orada burada uşaqlar hərəsi bir yerdə elə gedib işləyirlər. Allaha pənah, görək nə olacaq axırı. Nə bilim ay bala, indi həyatdır da, həyatda insan deyir, həmişə insanın ömrü yaxşı keçmir. Yenişli yoxuşlu yolları çox olur. Mənim də yenişli yoxuşlu yollarım çox olub. Elə belə keçməyib həyatım, elə belə başa vurmamışam həyatımı. İndi nəysə Allahın qismətindən, həlbət bu da varmış qismətimdə. Həlbət bu da mənim qismətimdə varmış ki,
Bax, bu günün də olacaq, belə də olacaqsan. İndi öz-özümə birdən otururam, qızıma deyirəm, bax, Taliyə, mən öləndə qızım, karıxma, heç nədən narahat olma, vəsiyyət edirəm dana. Həqiqi deyirəm valla. Deyirəm, bax, qəti narahat olma. Məni apararsınız kəndə, apararsınız yoldaşımın yanına. Ondan sonra, nə bilim, bax, belə dana, öz evimizdə mənim dəfnimi eləyərsən, öz evimizi sağ olsunlar, tikiblər, yenə pis deyil, salıb bəzi yerləri kəsərsən sonra. Hə, deyirəm, bax, indi həyatdır da, dünyadır. Mən bilirəm, nə bilirəm, məni axtaran olacaqmı, Şahmı Həsənova vardı bu dünyada, televizorda verəcəklərmi, verməyəcəklərmi? Bəlkə də bir dəfə adımı çəkdilər ki, Şahmı Həsənova yoxdur, vəssalam, həyatda. Yazıq, Xuraman Abbasova getdi, nə oldu? O deyil, o da sosial səməyə qəhrəmanı, o da əziyyət çəkməmişdi, adamın üstü Allah var. Bizə dəfə dedilər ki, Xuraman Abbasova getdi, vəssalam. Ondan bəri onun adını bir dəfə çəkdiklərini işləməmişdim. Yələ Bəslibarova, şimdi o sosial səməyə qəhrəmanı. Azərbaycanın ən belə yaxşı kadrlarından biri də pis vaxtlarda işləyən olubdur. Bir dəfə hələ onun adını çəkməyiblər ki, belə bir insan da olubdur. O təqvim verirlər, o təqvimdə də çəkmirlər. Mənim adımı bir dəfə təqvimdə çəkdilər, vəssalam, elə o oldu. Kimisə dedi ki, çəkməyin adını, çəkmədilər. Məni bağışlayın Şonma xanım. Xahişinizi, kövrəlib şikayət etdiyiniz hissələri montaj edin. Xahişinizi yerinə yetirə bilmirəm. Sadəcə ona görə ki, zəngin bir insan taleyini, kədərli səhifəsini montaja düçar etməyə əlim gəlmir. Qoy hamı görsün. Hamı görsün ki, bir zamanlar bu respublikanın üzünü ağ edən xanım indi ağlayır. Siz alın yazısına inanırsınız? Can? Alın yazısına, talih yazısına inanırsınız? Hə, alın yazısı Allahın qisməti nədir? Hamısı odur. Deyirlərdən qismətə nə yazılıbsa, onu da görəcəksə. Bəlkə mənim talihimdə də, bax, bu yazı varmış. Ki, yoldaşında gedəcək, gəlində gedəcək, uşaqlar da töküləcək usta, vəziyyətin ağırlaşacaq, getdikcə evin yanacaq, qapıdakı güllərin solacaq, bülbüllərin qaçacaq. Gör başına nələr gələcək. Varmış da, bu mənim həyatımda varmış. İnanırsınız, bax, and olsun Allaha, mən sizə bir faciə deyim. Mən bir gün həyatda paltar soyuqluyordum. Paltardan ev paltarı yumuşdum, soyuqluyordum. Gördüm ki, bir dənə quş gəldi. Bizim qapıda yekə ağaç vardı. Bu ağacın üstündən quş yanından da su axırdı. Suyun üstündə durdu. Bu quş ma baxdı, nə isə dedi. O qədər ma baxır deyir. Qanatlarını çırpa nə isə ma baxır deyir. Öz-özümə dedim, ilahi görəm bu quş ma nə deyir. Dilim bilmirəm, bir şey eləmirəm. Paltarcadı sərdim. Qonşumuzda bir arvad vardı, elə-belə yaxşı ağsaqqal arvaddı. Buna dedim ki, mənim başıma belə bir iş gəldi, bu quş belə. Dedi, o sana bir söz demir, o bəlkə də deyir ki, siz nə qədər sağlamazsınız, ermənilərin gəl vaxtıydı. Buradan gedin, başınıza faciə gələr. Bəlkə də onu deyir. Dedim, nə bilim. Elə bilmirəm indi onu dediyi, bilmirəm nə dedi. Dedim, mən quşa neyləmişəm ki, quş mağarqıya. Dedi, qarqışları o sana söz deyir. Sən onu başa düşmürsən. Doğrudan da elə baxdım ki, sonra biz çıxdıq, gəldik. Baxdım ki, elə düz deyilmiş o arvad. Onlar bir-birini çox sevib. Özü deyir ki, köçəri sağ olsaydı, dünyanın heç bir dərdi məni sarsıtmazdı. Heç onda mənim yaddan çıxmağım da belə təsir etmirdi mənə. Bilirdim ki, həyat yoldaşım yanımdadır. Elə o mənə bəs idi. Belə deyir Şonma Həsənova. Ondan keçən illərinizi xatırlayırsınız? 48 il yaşadıq bir yerdə yoldaşımla. Sizə sevdiyi söz, sevdiyi, bəyəndiyi, sizə hədiyyə etdiyi çiçək, necə ünsiyyətiniz vardı? Ondan bir danış. Çox yaxşı, çox əla, çox. Belə mən həyatda adamlarda görmüşəm, ailələrdə görmüşəm. Həyatda mən uşaq deyiləm, amma çox qadın, kişi dənə ailələr görmüşəm ki, nətərdilər. Mənim yoldaşım kimi fikirləşirəm ki, dünyada adam olmayıb, dünyada elə insan olmayıb. Bax, deyərdim köçəri, mənə bu şey lazımdır, and olsun Allah, deyərdim köçəri, qurban olum, bundan bir dənəsini alma, 5'in nədir, 10'unu alıb gətirərdi. Deyirdi, mən erirsən bu onun. Deyirdi ki, rast, sən qoy ürəyin şad olsun, onu xoşlamırsan.
Bax, belə bir insan idi. Gör nə aləmdir. Mən göy çiçəklər var, balaca göy çiçəklər. Otların içində bitirir göy çiçək. Göy qırıq çiçəklər var. Balaca. Onu mən xoşlayıram. Nəysə ona, hər bir şey olur da həyatdır. Onu, mənim yoldaşım gələr, onu burada axtarar, bax bu Gəncədən. Onun toxumunu tapar, hələ onda orada olurduq, hələ Mirnövrəmiyəydi. Orada olanda. Onu tapar toxumun. Gətirər, qapıda gül əkmişdi. Bizim hər tərəfi qızıl gülü idi. O güllərin böyründə, yerdə onu əkər torpağın üstündə. Bir gün məni səhərətdəydi, tezdən dedi ki, balaca stolunda götür, gəl bura. Dedim, nədir köçər? Dedi, gəl bura, sana söz deyəcəm. Gəldim, otdum, gördüm bu çiçəklər elə bitir. Bax, belə, Allah nətə. Dedim, ay köçər, sana qurban olun, bu çiçəkləri hardan almışsan? Dedi, Şahman, bunu toxumunu gətirmişəm. Bunu əymişəm ki, sənin ürəyin açılsın, sənin xoşun gəlir bu güllərdən. Bunu səndən ötürü gətirmişəm, bax, ancaq səndən ötürü. Allah, az qaldım, durdum, bax, az qaldım nağayıram ki, bax, gör, belə həyatda, belə yoldaşdan kimin yiyər? Evladlarından çox razıdır. İndi əsasən Gəncədə yaşayır. Qızının yanında. Deyir ki, burada həyat evdir, açıqlıqdır, kəndimizi oxşayır. Amma deyir ki, dünyadan küsmüşəm. O boyda zəhmət dolu ömür yoluna evladlarından başqa dəyər verənim yoxdur. Bunu da Şamama Həsənova deyir. Yoldaşınızla deyirdiniz, danışırdınız, çox göyçək gözləri var deyirsiniz. Mənim yoldaşım, demirəm, ağappaq kişiydi, yox. Qara yağız adam idi. Uca boy, qara qaş, qara göz, gözəl gözləri vardı. Siz də gözəl gözlərinə vurulmuşdunuz. Çox gözəl gözləri vardı onun. Yox, bu yerdə siz mənə deyin görüm, siz onun gözəl gözlərinə vurulmuşdunuz. Elə onu mən gözəl gözlərinə vurulmuşum, həqiqi elə idi. Gözəl gözləri vardı, iri qəşək qara gözləri vardı. Çox gözəl adam idi, çox gözəl. Mənim üçün dünyada deyərdim, heç onun kimi gözəl insan həyatda yox idi. Mənim üçün. İndi əlbət ki, hərlərin özünün zadı var. O bir oxumaq var, deyir, hamıya çirkin olsam da öz yarıma Göyçəyəm. Göyçəyəm. Onun nağlı olmasın. İndi həyatdır da. Nə isə o da getdi dünyada. Heç yuxunuza girir? Ha vaxt arzulayıram. Deyirəm İlahi Pərverdiyara, bu gecə mənim yoldaşım mənim yuxuma girsin. Ay köçər, insafsız olma, bezi yuxuma gir. Bax, o çıraq haqqı o gecəsi yuxuma girir. Yuxuma girir, yuxumda görürəm. Deyirəm, heç olmasa, yuxuda da olsa sənin olum. Yuxuda da olsa. Ayrılıram, deyirəm, bu nətər, mən niyə ayrıldım? Gəl ayrılmayaydım, elə köçəri ilə yuxudaydım da. Həyatdır da, insandır. Ailə, bilirsən qızım, yaxşı ailə, yaxşı şeydir. Heç sizi qısqanıb, axı Şamama xanım, siz çox gözəl xanımsınız, cavanlıqda da çox gözəl olmuşsunuz. O bilirdi ki, mən onu nətər istəyirəm dünyada, onu bilirdi. Onu mən, Allah eləməsin, Allah eləməsin. O bilirdi mən onu nətər istəyirəm həyatda, elə bilirdim ki, canım ciyarımdır. Bax, elə bilirdim. Ona görə də o məni heç kimə qarşı qısqanmazdı, bilirdi, özü bilirdi. Bəs siz? Çox. Bəs siz necə, siz qısqanırdınızmı? Yoldaşımın o qədər. İndi o işte, indi ailədir, həyatdır. Kişi xeylağı biraz sonra bırak, kaçan olur. Amma onda yox idi elə şey. Allah bilir ki, yox idi. Onda elə şey yox idi. Amma qısqanırdınız axı. Qısqanırdım, amma yox idi elə şey. Ben niyə qısqanırdınız onda? Nə bilim, deyirdim də, indi həyatda deyirdim. Cavanlıq edirdiniz, hə? Bura getdin, ora getdin, nə bilim, gec gəldin, telefona niyə zəng eləmədin? Bizim bu Su İdarəsinin indi naziri var, zaten, Əhmədzadə. O bizdə 10 il katib olub. Evimizdə rasiya vardı, rasiya. Bir evdeydi, bir onun maşınındaydı, köçərinin maşınında. Bir də Əhmədzadənin maşınındaydı. Həmişə axşamüstü çağırardım. Bizim evimiz 4-düdür, köçərinin maşını 3-üdür. 3-4-ə cavab ver, 3-4-ə cavab ver. 3-4-ə cavab ver. 3 hardasan 4-ə cavab ver, xəbər alardım ki, bəs 3-ü görməmsin, sardadır, ora salardım, hay salardım, zat. Həmişə o zarafatçıl adamdır özdə, deyə danışağıma, nədir 3-4-ə cavab ver, at bunu az soruşlar. Deyirdim, nətər, bəs görüm hardadır da, nə hangi tərəfdədir. Deyirdi, nə axtarırsan onu, nə edirsən? Deyirdim, yoldaşımdan, deyirdim, qoy görüm hardadır, hangi tərəfdədir. Çox yaxşı insandadır.
Çox yaxşı adamdır. Şamma xanım, bax indi biz sizlə hər şeydən danışırıq da. Keçənlərdən danışırıq, sizin Əlbəttə. taleyinizin bir hissəsindən danışırıq. Siz indi deyirsiniz, sizə təbii çətindir. Gileylənməsəz də, çox qürurlusunuz, mən hiss eləyirəm, gileylənməsəz də. Amma hər halda ayda 18 şirvan illərini zəhmətə vermiş bir insan üçün əlbəttə kədərli haldır. Amma mən əminəm ki, Şamma xanım, bax indi sizə bayaq biraz gileyləndik də təbii. Onu da üzünüzə demək olmasın, çox qürurla gileylənirsiniz. Yəni qürurlu gileylənirsiniz. Ona görə özünüzdən razı qala bilərsiniz. Amma mən əminəm ki, bu anda, yəni gileylənən anda sizin söhbətinizə qulaq asan elə bir adam tapıla bilər ki, istənilən tamaşaçı, fərqi yoxdur. Belə bir sual verə bilər ki, yəqin ki 40 il işləmiş kolxoz sədri olan bir adamın qara gün üçün arxaya atdığı qara gün üçün pulları var. Bəlkə ondandır ki, adamlara elə gəlir ki, sizin ümumiyyətlə hansısa maddiliyə ehtiyacınız yox. Bəlkə ondandır. Mən deyim sizə. Mən o günü mən də fikirləşirəm. Mən də elə ayrısına olsa dəyərəm o sözü. Mən özüm də dəyərəm. Amma axı elə olmuyor. Mənim o vaxta düşdü ki, qızımın yanmağı. O pul dəyişildi. Pulun dəyişilən vaxtına düşdü. Gəlimin ölməyi də o vaxta düşdü. Pulun dəyişilməyinə düşdü. Onda, bax, inanın ki, əlimizdə, avcumuzda nə vardı, hamısı ona getdi. Elə cəmaat onda qazandı da, nə? Onda getdi ona. Amma mənim özümün o bir pullarım, o köhnə pullar, köhnə Sovet vaxtının pulları, onlar da bir kassadadır. İndi ha vaxt hökumət verər. Verməz də batdı, getdi. Hamının canı sağ olsun, mən də içində. Narim, batdı, getdi. Ondan bir şey çıxmaz. Bax, indi inanmayan inansın ki, mənim başıma bax, bu gəlib, bax, belə iş olur. Amma qara gün üçün sizin pulunuz olubdur, eləmi? Qara gün üçün yığdığım pulda bax, elə xərclədim. Qızımı tərəzinin bir gözünə qoydum, o Allah bilir, pulu da bir gözünə. Bax, mən qızımı elə tutardım. Bəs olmasa nə ilə olardı? Nə ilə? Ona axı yanmışdı, can yoxdur onda, hərəkət yoxdur. Onun 85% bədəni yanmışdı. Gərək pul olaydı ki, müəyyən dərmanlar, gündə bir cür dərman... Azərbaycanda elətdirdiniz Azərbaycanda o cür dərmanları alaydın, gətiriydin, ona eləyiydin ki, o əmələ gəliydi, ona gündə nələr aynan oyuna getirdin, az da olsa yedirdeydin, içirdeydin, indi elə belə deyildi. Sonra da gəldim də elə bədbaxtın qızı elə oldu. O da bir ağır yük oldu, ağır iş oldu. Onda bizim Qarabağ tərəfdə hamısın 7-ni də, 40-ı da, adanaların da hamısını yeməklə verirlər. Hamısını onunla elədik. O da hamısı puldur da, nə belə. Pul da tayla dibi dəryada, görürsən ki, axır gedir. Maşallah, hər yerdə dostumuz, tanışımız çoxdur. Cəmaat gələndə 100 yox, 500 adam gəlirdi. Gərək bunu yola salasan axır. Hamısı bax elə. Ondan sonra da o vaxtdakı qoyduğumuz bir kassaya o da ki, batdı geçdi. Mən pulu hardan alım? Ondan sonra da aldığım, bax, pensiyamda kəsildim, aldığım bu oldu, 18 yıl var. 18 yıl var, nədir? Nədir, bax? Heç baxıram ki, o günü qıza deyirəm, bir dərman al, get deyirəm, amma 5 yıl vardır. Bizdə də ürək dərmanı, 5 yıl var. Dedim, tanıyın, bala, hər nədir ki, almaq lazımdır, ürəyimə görə. Şamima Həsənova deyir ki, elə hadisələr olub ki, həyatında. Məsələn, deyir ki, Xruşovun rejimin vaxtı dəbidə onları öpmək. Günlərin bir günü Xruşov Bakıya gəlir. Şamima xanımı da Xruşov yaman tərif edirmiş. Ona Respublika rəhbərliyindən deyiblərmiş ki, kişi yaxınlaşanda öpərsən onu. Şamima xanım yaman əsəbləşib. Deyib ki, bircə öpəcək kişi var bu dünyada, o da köçəridir. Həyat yoldaşını deyir. Şamima xanım, sizin talih kitabınızı, hər bir insanın öz kitabı var. Əlbəttə. O kitabın qara səhifəsi də var, ağ səhifəsi də var. Bax, sizin kitabınızın hansı səhifəsi daha çoxdur? Mənim əzəl günlər, keçirdiyim günlərim çox xoşbaxt olur. Çox xoşbaxtdır. Xoşbaxt günlərim çox olur, mən demirəm. Bax, yoldaşımla hər il getmişəm kurorta. Hər il. Kislovodskaya, Petogorskaya, özdə ən məşə çitort probleminin
sanatoriyalarına getmişik. Yoldaşımla bir yerdə. Ay tövbə, bir dəfə də olsun onsuz getməmişəm. İkimiz də bir yerdə. Getmişik, yaxşı günlərimiz olub, yaxşı günlər keçirmişik. Sonra gəldi, xəstələndi. Xəstələndən sonra ta gedə bilmədik. Da o heç, o infarkt oldu da. Nədənsə bilmirəm, nətər oldusa oldu. Allahın işidir o da. Qismətdir də, Allahın qismətidir. Hə, indi mən deyə bilmərəm ki, çox, amma bu axır vaxtlar ki, mənim ki, bu axır günlərim çox pis oldu. Həddindən artıq. Heç ürəyim açılmır nəysə, açılmadı da. Mənim qızım da mənə deyir, ay mama, başa, qızlarım nədə, hamısı deyil, oğlum da, mama sən Allah, sən Quran, sən Allah, fikir eləmə, mamamız, papamızın iyində səndən alırıq, mama sən Allah. Elə bildik ki, sən varsan dünyada, elə bildik ki, elə papam da var dünyada, sənsiz biz yaşaya bilmərik. Deyirəm, ey ay bala, həyatdır da belə. Nə deyim, nə deyim. Siz Allah məni bağışlayın. Biz sizi yox, siz bizi bağışlayın. Allah unutqan xasiyyətimizi kəssin, Şamma xanım. O boyda tarixdəki bəlaları unutduq. Pislikləri deyirəm. O ki qaldı sizin etdiyiniz yaxşılığa. Şamma xanım, sizin bax zamanında qalaq-qalaq mahnılar yazılıb, şeirlər yazılıb. Bəli, çox yazılıb, kitablar yazılıb. Filmlər çəkilib, sənətli filmlər çəkilibdir. İndi bax bu gündən, bu günün pəncərəsindən baxanda dünənə, bu günün pəncərəsindən keçdiyiniz yola baxanda heç hayfslandığınız məqamlar olubmu? Heyf çəkdiyiniz məqamlar olubmu? Hey hay qızım, niyə olmuyor? Olur. Mən də baxıram, deyirəm, hayf o günlərimə ki, çox əziyyət çəkmişəm, cavanlıqda çox əziyyət çəkmişəm. Mən əgər bilsəydim ki, mənim axırım belə olacaq, belə hökumət mal qiymət verəcək, mən heç o əziyyəti bir elə çəkməzdim. Həqiqi deyirəm. 40 il SSR kimi böyük dövlətdə deputat, məni qara qaşıma, qara gözümə görə verməmişdir ara. Ona görə ki, çox zəhmət sevən qadın olmuşam. Gecə yatmamışam, gündüz yatmamışam, cəmaatça görə verən olmuşam. Onun hesabına da məni SSR-yə 40 il SSR-yə deputat veriblər. 8 dəfə mən qurultay nümayəndəsi olmuşam. 8 dəfə qurultay nümayəndəsi olmuşam. SSR Ali Sovetinin sədrinin müavini olmuşsunuz. Nümayəndəsi olmuşam. SSR Ali Sovetinin sədrinin müavini olmuşam. Azərbaycanı oradan təmsil eləmişəm 16 il. Azərbaycanı təmsil eləmişəm. Xarici ölkələrdə olmuşam. Azərbaycanı təmsil eləmişəm. Hara getmişəm, uzaqlığı ilə qayıtmışam. Sizcə bunun səbəbi nədir? Bəlkə Sovet İttifaqı adlanan böyük bir dövlətin sabun köpüyü tək tez dağılması ilə bağlıdır bunların hamısı? Mən bilmirəm. Bəlkə də ondan bağlıdır. Mən nə deyim? Bəlkə də elə Sovet hökumətində işləmək heç olmazmış. O və nətər, o və az qalırdılar, adımız uzaq olsun, aya da yazarlar. Elə nətər, belə hürmətlə, izzətlə, hürmətim, izzətim nətər idi. İndi yoxdur. Yoxdur. İndi nəysə demirlər ki, hə, belə bir insan var həyatda, belə bir adam var həyatda. Bu insan da heç vaxt heç kəsin nə qapısını döyəcək, nə qapısını döyür, nə də heç kəsə özü haqqında... Mənim də xasiyyətim deyil. Mən heç kimə gedib deyən deyiləm ki, amanın günüdür siz Allah, mən belə bir insan olmuşam, belə olmuşam. Ömründə özümü mən heç kimin qarşısında alçatmaram. Alçatmamışam da, alçatmaram da. Mən elə qadın deyiləm. Mən özümü həmişə bu qarı saxlamışam, bu qarla da bu dünyada yaşayacağam ölüncə. Bu da qürurlu bir ömür yaşayan, amma sanki yoxmuş kimi dəyər alan əfsanəvi Şamama Həsənova. Nə yazıq ki, insan çətin ömür yolunun sonunda heyf, heyf mənim zəhmətimə deyə bilər. Mənim qəhrəmanım kimi. O indi mənə tənha ağacını xatırladır. O vüqarlı olaraq da qalacaq. Ən azı yazılan kitablarda, məktəblərdə indi keçməsələr belə, illər keçəcək, mənim kimsinin biri bu tarixi araşdıracaq. O saralmış səhifələrdən çıxan adların içərisindən sən yox, mən yox, onun adı boylanacaq. Siz indi dəbdə olmasaz da, tarixin özüsüz, Şamma xanım. Bu tarixə görə çox sağ olun.